Siz sağ olun ki, yəni bir nümunəvi bir ağsaqqal kimi, bir insan kimi belə işlərlə ruhən sağlamlıq, ruhən sizdə rahatlıq tapmaq üçün belə işlərlə məşğulsuz. Həqiqətən də nümunəvi işdir. Bizim şəhidlərimiz hər zaman heç vaxt unudulmayacaq. Nə qədər millət, nə qədər Azərbaycan xalqı, dövləti var. Şəhidlərimizin hər zaman bizlərlər ruhuna duacıyıq, unudulmayacaq. Və qazilərimdə də Allahdan şəfaət diləyirəm ki, onlar diri şəhidlərimizdir. Qoy onların da canı sağlam olsun ki, yəni yaşamağı vətən qarşısında heç olmasa biraz rahat yaşaya bilsinlər. Özlərinin o nümunəvi hərəkətlərini gələcək gənclərimizə, millət-sevərlərə, dövlət-sevərlərə nümunə olsunlar. Çox sağ olun, var olun, imkan verdiniz ki, yəni sizinlə biz görüşə bildik. Allah sizdən də razı olsun, Allah dualarımızı qəbul etsin. Çox sağ olun. Çox sağ olun. Sizə də mən Zərdab rayonu Gəlmə kənd adından, rayonumuzun başçısı adından sizə də öz təşəkkürümüzü bildiririk. Sizin də Allah canınızı sağ eləsin. Siz ki, yəni bütün yerləri hamısını belə işıqlandırırsınız, göstərirsiniz. Allah sizlərə də ömür versin, sizlərin də canını sağ eləsin. Allah bütün şəhidlərimizə, bütün dünyasını dəyişənlərimizə rəhmət eləsin, qəbirləri nurunda olsun. Bir bunu deyə bilərik, daha başqa bir söz deyə bilmərəm. Yəni Allah rəhmət eləsin. Amin, amin, amin. Çox sağ olun, çox sağ olun.